Azərbaycan, ana yurdum, doğma vətən, qəhrəmanlar diyarımsan, başım üstə qürur ilə dalğalanan, ay ulduzlu, qumaş telli bayrağımsan, Azərbaycan. Nitqimdəki vətən adlı ilk sözümsən, dilimdəki şüarımsan, həm gözümsən. Uğrunda can verməyə vicdanıma and içmişəm. Adın harda çəkilibsə baş əymişəm, Azərbaycan. Çox zəngindir təbiətin, havan, suyun təmiz, nurlu. Qızıl, gümüş yatağısan, tükənməyən sərvətin var. Ölkələrin sırasında şöhrətin var, Azərbaycan. Adın mənə əziz, doğma, çox şirindir. Laylasıyla böyüdüyüm anam qədər, Azərbaycan. Sənin üçün ölmək necə şərəflidir. Qucağında mışıl-mışıl yatmaq necə duyğuludur. Bil, yolunda getsə canım, halalındır, Azərbaycan. Çağır məni bir səs ilə harayına haray verim. Qurban olsun canım sənə, Azərbaycan. Nə yaxşı ki yaranmısan, bu torpaqda, məmləkətdə. Qürur yerim, ən saf, təmiz varlığımsan. Azadlığa gedən yolda məşəlimsən, Azərbaycan. Raquf kimi şəhidlərin qanı ilə yazılıbdı adın sənin. Mirzə kimi, Mühit kimi, Samit kimi ərənlərin qeyrəti ilə ucalmısan, ad almısan, Azərbaycan. Beşiyimsən, məzarımsan, xoş avazlı isti ana qucağımsan. Məlahətli, nəvazişlə oxşamısan tellərimi, oğul kimi. Qürbət eldə sənsiz bir gün qalsam əgər, bil ki dözməz fərağına, qəlbim heç vaxt. Azərbaycan, Azərbaycan, Azərbaycan. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyülür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki Azərbaycanlıyam. Mən fəxr edirəm ki Azərbaycanlıyam. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordumda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr,
təşəkkür edirəm. Sabahınız xeyir olsun, əziz tamaşaçılarımız. Hər birinizi salamlayıram. Sabahlarımız xeyrə uğur açılsın söylürəm. Dəyərli qonaqlarım, sabahınız xeyir olsun. Namiq müəllim, necəsiniz? Xeyir olsun. Biz də salamlayırıq bütün dünya Azərbaycanlıların adından bəlli olduğu kimi Dünya DTV, Dünya Televiziyası bütün dünyaya yayımlanır və bizi izləyən, seyr edən tamaşaçıları salamlayıram. Maşallah, Allah saxlasın Sərkarı. Sərkarın gözəl ifası biraz da rəng qatdı verilişə, daha da optimist ruhlara köklədi. Əziz tamaşaçılarımız, hər kəsi salamlayıram. Sabahlarınız xeyrə uğur açılsın söyləyirəm. Bu günlərdə çox gözəl abu-hava ilə, ovqatla verilişimiz keçəcək inşallah ki 2 saat boyunca. Mən qonaqlarımı sizlərə təqdim eləmək istəyirəm. Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt İdarəsinin əməkdaşı, Yazıçılar Birliyinin üzvü, bədii şair əzizimiz Namiq müəllimə xoş gəlmisiniz burada Namiq müəllim. Düşünürəm ki, bu günləri gözəl, vətənpərvərlik ruhda, bu günlər əslində vətənpərvərlik ruhda danışacaq. Elə mövzumuz da vətənimdir Azərbaycan. Biz fəxr edirik Azərbaycan vətəndaşı olduğumuza görə həqiqətən də və düşünürəm ki, bu günləri biz qələbə gününü qeyd eləməliyik, Namiq müəllim bilirsiniz də və gözəl mövzumuz var. Elə vətənpərvərlik mövzusunda danışacağıq. Dünən də, bugün də biz verilişimizi məhz vətənpərvərlik ruhda köklənmişik. İstəyirik ki, elə qonaqlarımız da məhz o mövzuda danışsınlar və elə siz də bilirəm ki, maşallah olsun, çox vətəninizi sevənsiniz, vətənpərvər bir insansınız. Yəni bunu sizi tanıdığım qədərilə bilirəm və bu günlərdə gözəl ifalar da məhz o ruhda olacaq, o abu-havada olacaq və gözəl qardaşımız da gəlib təqdim edeyim. Gədəbəydən Razim Hikmət, xoş gəlmişsiniz sizlər Razim bəy, hər vaxtınız xeyir olsun. Mən efir öncəsi gördüm, çox istedadlı bir bəydir, Namiq müəllim. Bilirəm ki, istedadlı insanlar ətrafımızda olur hər zaman. Ümumiyyətlə, mən buradan salamlayıram Gədəbəy cəmaatının. Bildiyiniz kimi Gədəbəy aşıqların diyarıdır, aşıqlar orada çoxdur və eyni zamanda Razimin səsində bir o aşıq musiqisi var. Razimin səsində inşallah irəliləyən dəqiqələrdə görəcəksiniz. Çox həddindən artıq musiqiyə bağlıdır və özü də zərb alətlərinin ifadəsidir. Sərkar burada görən kimi Razimi tanıdı. Razim çoxdanın deyənlərindəndir. Mən 92-93-cü ildə Gədəbəydə el şənliklərində iştirak edəndə orada da hətta qarşıma çıxırdı. Amma onu da vurğulayım ki, Əminə xanım, ilk dəfədir ki, efir məkanında iştirak edir. Ona görə Dünya Televiziyasını alqışlayıram, Dünya Televiziyasına minnətdarlığımı bildirirəm. Başda Ramiz müəllim olmaqla bütün əməkdaşlarına ki, inandırım sizi ki, yol gələ-gələ, Sərkər eşidirsən mən, yol gələ-gələ telefonu dayanmır. Razimin. O zəng yeri ki, ay, harada qaldım, çıxmırsan meyfərə. Bu deyir, ay, və gözləyirik. Bütün cəmaat deyir, efinin qarşısında oturub səni gözləyir. Yəni, bu sevincli anları, mən də o ilk addımlarımı atanda 85-84-cü illərdə mənim də başıma gəlib. Yəni, mən hiss edirəm ki, Əminə xanım, nə qədər Razim sevinir, nə qədər məsuliyyətli həyəcan var. Allah xarıncı olsun və düşə verilişimizin ayağı bilirsiniz də uğurludur, yüngüldür. Uğurludur və ilk dəfədir yenə deyirəm ki, efir məkanında Dünya Televiziyasında çıxır. Ümid edirəm ki, İnşallah işıqlı gələcək, yaradıcı fəaliyyəti qarşıda onu gözləyir. İnşallah Razim, bu günləri düşünürəm ki, gözəl ifalarına işləyəcəyik. Bütün bizə baxanları, izləyənləri salamlayırıq. Düşünürəm ki, bu günləri Razimin gözəl ifalarına işləyəcəksiniz. Və Sərkar Şəmkirli artıq verilişimdə dəfələr də olur. Tamaşaçılar istədiyinə görə dəvət edirik Sərkar səni. Çox istedadlı bir gəncsən həqiqətən. Namiq müəllim, deməli, hər insanın repertuarında bir ifası olur da ki, o məxsusilə də seçilir. Sərkarda da Qurtlar Vadisi ilə Sərkar artıq dediyi öz sözünü. O möhrə vurdu. Bir gözəl Qurtlar Vadisini ifa edir. Gəl görəsiniz. Bilirsən ki, Dünya Televiziyasını mütəmadi olaraq izləyirəm, seyr edirəm. Sən verilişi demək olar ki, hamısına baxıram. Yəni, elə bir veriliş yoxdur ki, mən onu ötürüm baxmayayım. Təsadüfi hallarda ola bilər. Dünən hətta baxdım, Sərkar Natiq Dağlaroğlu'nu buradan salamlayıram oğlumuzu. Onun verilişində gözəl ifa elədi. Mən Sərkarı tanıyıram. Sərkar mənim qardaşım oğlu Elnur Məxfinin də toyunda, şənliyində iştirak edib. Çox istedadlıdır. Bilirsən, sənət adamı gənc olmağına baxmayaraq, özündə o potensialı hiss eləməlidir ki, o verilən 5 dəqiqəni, 10 dəqiqəni özünü göstərməyi düzgün mənada bacarmalıdır. Əgər gəldisə elə yatdısa, nə bilim belə süs iştirak elədisə, onun gələcək fəaliyyəti kölgə altında olacaq. Amma Sərkarda maşallah o optimist ruh var. Maşallah elə ansamblın üzvləri də. Bəli, onlar da təqdim eləmək istəyirəm sizlərə. Pərviz qardaşımız xoş gördük. Artıq mütəmadi olaraq siz də bizimlə bərabərsiniz və Asif, xoş gəlmişsiniz siz də. Hər vaxtınız xeyir olsun və bizim dəyərli səs rejissorumuz var, Səyyaf müəllim. Xoş gördük sizi də. Birazdan hamısının bir-bir əlaqə telefonlarını deyəcəm. Hər zaman kimləri görürsə, hansı müğənnilər gəlir, hansı belə deyim də ansambl gəlirsə, Səyyaf müəllimi burada görürəm. O da təbii ki, işinin peşəkarlığından irəli gəlir. Musiqiçilər də çox peşəkardır. Bəli, maşallah olsun. Sintezator ifasını, bəli, çox bilirsən peşəkarcasına. Ən əsası da odur ki, ünsiyyət qurmağı da bacarırlar. Yəni, musiqiçi var, söz deyirsən, görürsən, hələ bu yuxudan ayılır. Sizdə mehriban insanlar. Bəli, qonaqpərvər. Mən Şəmkirdə
dəfələrlə el şənliklərində olmuşam, konsert proqramlarında olmuşam. Şəmşirlə Gədəbəyin demək olar ki, qonşu rayonda çox yaxındır. Yəni, bizim Nağara ifaçımız da, Əminə xanım, mən burada bildim ki, bizim dostumuz, əzizimiz, qardaşımız, Azərbaycanın həqiqətən də incəsənətində böyük xidmətləri olan dostum, qardaşım Natiq ritim qrupunun üzvüdür. Natiq qardaşımı salamlayıram buradan. Natiqlə bir yerdə fəaliyyət göstərməyə çalışmaq artıq peşəkarlıq deməkdir. Çünki Natiq öz üzərində çox işləyir, həddindən artıq. O adam sənətinin fədaisidir. Buradan salamlayıram qardaşımızı. Uğurlar arzu edirəm hər birinizə. Səhər-səhər efirimizi gözəl bir şeirlə başladıq. Yevlaxtdan Natiq Əliyevin şeiri idi. Salamlarımızı göndərəm. Hərbiçimizin şeiri idi. Bu da təbii ki, əbəs yerə deyil, vətənini sevən bir insandır ki, vətən haqqında bax elə bir gözəl şeir yazıb. Mən də sevə-sevə səsləndirdim. Təşəkkürlərimi bildirəm sizə, çox sağ olun. Hər zaman bax vətənimizi belə sevək, sevilək. Doğrudan da çünki Azərbaycan seviləsi bir torpaqdır, bir məmləkətdir, bir vətəndir və fəxr eləməliyik hər zaman. Bu günləri də elə mövzumuzu ab-havada qurmuşuq, əziz tamaşaçılarımız verilişimizi. Və təbii ki, əlaqə telefonlarımızı, SMS kodumuzu sizlər üçün xatırladım. 648-08-47 nömrələri bizim əlaqə telefonlarımızda hər zamanki kimi. Zəng vura bilərsiniz, fikirlərinizi bölüşə bilərsiniz. Bizimlə və 88-72 Azərcell abunəçiləri yalnız və yalnız yaza bilərlər. 050 və 051 mobil operatorlarından və təbii ki, Instagram, Facebook dostlarımızda SMS-lərinizi gözləyirəm. Əminə xatun Tərlan bu sabah. Artıq sponsorumuzun vaxtıdır. Sponsorumuzu elan edeyim. Dərhal sonra isə Namiq müəllimdən və Razimdən gözəl bir ifa işləyəcəyik biz. Əlbəttə ki, əziz tamaşaçılarımız. Savalan Mebel evinə dərin təşəkkürlərimi bildirəm. Hər zaman sevə-sevə, ağız dolusu danışdığım, söylədiyim verilişimin baş sponsoru olan Savalan Mebel evi. Sumqayıt şəhəri 17-ci mikrorayon Məhəmməd Əsədov küçəsində fəaliyyət göstərir. Namiq müəllim, yeriniz necədir? Bilirəm ki, siz sözün düzünü, doğrusunu söyləyən insansınız. Hərdən olur elə. Yaxşı. Yox, əladır, həqiqətən də əladır. Mən elə efirdən də izləyəndə görünüşü də çox gözəldir. Yəni, rahatçılığı var, yumuşaqlığı var. Yəni, həddindən artıq çox gözəldir. Və mən də sizin də düzgünlüyünüzə, dürüstlüyünüzə özüm qədər inanıram ki, siz də yalan danışmarsınız. Bəli, inanıram. Ona görə çox gözəldir, çox xoşa gələndir. Təşəkkürlərimizi bildiririk Savalan Mebel evinə, əziz tamaşaçılarımız. Gedin, özünüz görün. Yəni, sözümün nə qədər doğru dürüst olduğunu bilmək istəyirsinizsə, elə yolunuzu birbaşa, heç də uzaqda deyil, şəhərimizdədir, 17-ci mikrorayonda, Məhəmməd Əsədov küçəsində, yalnız şəxsiyyət vəsiqəsindən o qədər insanlara güvənirlər, etibar eləyirlər ki, sadəcə Azərbaycan vətəndaşı olmağınız yetərlidir ki, ürəyiniz istəyən gözəl mebel dərslərini yalnız şəxsiyyət vəsiqəsindən gedib əldə edə bilərsiniz. Heç bir zamin tələb etmədən, heç bir sizdən arayış falan istəmədən, elə yerindəcə sənədləşdirməklə gözəl mebel dərslərini sizin üçün verirlər, əldə edə bilərsiniz və məxsusi özəlliyi də var ki, bu özəlliyi mən heç bir mebel məkanlarında görməmişəm. Hər ayın 25-i məxsus olaraq Savalan günü elan olunur ki, o gündəki də orada hansı kampaniyalar olunur, gedin özünüz görün. Mən getdim mart ayının 25-i gördüm və inşallah ki, bu ayda gedəcəm, özüm görəcəm, elə çarxda da izləyəcəksiniz. Gözəl alıcılardan biri ilə həm söhbət oldum, izləyək çarxı, ardınca davam edək. Dəyərli tamaşaçılarımız, hər səhər sizə ağız dolusu danışdığım Savalan Mebel evindəyik. Bax, bu gözəl mərkəzdə özümüz gəldik ki, bir canlı olaraq yeni mebel dərslərini də sizlərə təqdim eləyək, özünüz görəsiniz. İstəyirəm elə xanımla tanış olaq. Teybə xanım. Nə cəlb elədi Savalan Mebel evində ki, məhz Savalan Mebel evini seçdiniz? Savalan Mebel evindəki yüksək keyfiyyət, münasib qiymətlər və zövq. Savalan Mebel evinə biz ikinci dəfə müraciət edirik. Ona görə ki, buradakı keyfiyyətli mebel bizim çox xoşumuza gəldi və biz saray yataq dəstini, Versace qonaq dəstini və gördüyünüz bu yumşaq mebel dəstini biz almışıq. Hamınıza təşəkkür edirəm, başda müəllim olmaqla və bütün Sumqayıt cəmaatını bura müraciət eləməyə çağırıram. İnanıram ki, siz də mənim kimi çox razı qalacaqsınız. Təşəkkür edirik Teybə xanım. Qızınız da Allah xoşbəxt eləsin. Əziz xanımlarımız, siz də təbii ki, Teybə xanım kimi bax bu gözəl mebel dərslərindən əldə eləmək istəyirsinizsə, Savalan Mebel evindən yolunuzu salın. Və gəldi. Başqa şey fikirləşmişdik deməyə, amma indi elə Sərkər qardaşımızdan bir şey yaradaq. Buyur Sərkər, razım, keç bunu.
girək meydana, aşıq köklə saz girək meydana. Saz havasıdır ruhumuzun qidası, unudulur hər insanın hər cəfası. Hardan sərkar gəlir saz havası, həmən yerdə yox ehtiyac dərmana, həmən yerdə yox ehtiyac dərmana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Xalqıma var şirin gözəl dastanı, xalqıma var şirin gözəl dastanı. Bu sənətdə vardı mənim imkanım, mən də şair aşıqla yumluqdanım. Gədəbəyə cümləm göndürəm yılana, salam göndərəm Gədəbəy yuvana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Gədəbəy əhli adı ilə ucaldılar, qartal kimi dağlara səs saldılar, qartal kimi dağlara səs saldılar. Düşmənlərdən başkəndi aldılar, düşmənlərdən başkəndi aldılar. Hər biri bir göz dağıdır düşmana, hər biri bir göz dağıdır düşmana. Sərkar köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Damaqlarda da dedək, bərbad olan yerləri abad edək. O gün olsun Qarabağı azad edək, Mübariz İbrahimovu da yad edək. Neçə düşməni buladı alqana, neçə düşməni buladı alqana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Mükəmməldir Əminə xanımın hər işi, mükəmməldir Əminə xanımın hər işi. Səhnədə yox həyacanı təşvişi, səhnədə yox həyacanı təşvişi. Həm özü gözəldir, həm də verilişi, həm özü gözəldir, həm də verilişi. Bənzər var körpə quzuya ceyrana, bənzər var körpə quzuya ceyrana. Aşıq köklə saz girək meydana, tamaşaçılar yaxın gəlir ekrana. Bədiyədən vardı mənim yaddaşım, az da olsa sənətdən çıxır başım. Əminə
xanımı götür Namik qardaşım. Yay vaxtı Gədəbəyə gəl Narzana. Yay vaxtı Gədəbəyə gəl Narzana. Aşıq köklə saz girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Aşıq köklə saz girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Rahatlıq çox insan üçün əzəldir. Rahatlıq sərkələr şeydən əzəldir. Səhnə tərtibatı gözəl düzəldir. Səhnə tərtibatı gözəl düzəldir. Savalan mebelimiz o qədər gözəldir. Savalan mebelimiz o qədər gözəldir. Divanı səhnəmizi salıb səhmana. Divanı səhnəmizi salıb səhmana. Sərkər köklə saz girək meydana. Yaşlasınlar yaxın gəlir ekrana. Aşıq köklə saz girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Kəlmədə doğruyam mən. Aləm bilir ki, kör oğluyam mən. Mən də Gədəbəyin bir oğluyam mən. Gədəbəyin yetirməz oğluyam mən. Canım da qurbandır Azərbaycana. Canım da qurbandır Azərbaycana. Aşır köklə sazı girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Aşır köklə sazı girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Sağ olsun bu Dünya TV şirkəti, yığıb cəm edib peşəkar heyəti. Kameramanların böyükdür zəhməti. Əhsən Rasımə Mahirə qurbana. Əhsən Rasımə Mahirə qurbana. Sərkər köklə saz girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Aşıq köklə saz girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Həvəskar olsun, bədihiyyə hamı həvəskar olsun. Gərək sənət bizə xidmət olsun. Dünya TV kanalı görün var olsun. Dünya TV kanalı görün var olsun. Hörmət eyləyir iki qəzəlxana. Hörmət eyləyir iki qəzəlxana. Aşıq köklə sazı girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Aşıq köklə sazı girək meydana. Tamaşaçılar yaxın gəlir ekrana. Hər sınaqda cığır düzü Şuşada İsabulaqda. Cığır düzü Şuşada İsabulaqda. Qələbəni qeyd eləyərik Qarabağda. Qələbəni qeyd eləyərik Qarabağda. Qələbə ilə səs salarıq hər yana. Qələbə ilə
səs salarıq hər yana. Aşır köklə saz girək meydana. Tamaşaçılar yaxın gəlin ekrana. Aşır köklə saz girək meydana. Tamaşaçılar yaxın gəlin ekrana. Ekrana. Məşq olsun hər birinizə. Təşəkkür edirəm. Çox sağ olun xanım. Hər bir idmanda görsən məşq olur. Bu da bizim məşqimiz idi. Amma Sərkar doğrudan da elə ifa elədi ki, o saz havası mən eşidən kimi bu qafiyə o saat gəlir. Bəli. Gəlir mənim ağlıma ki, Aşıq köklə sazı girək meydana. Bunu mən qafiyənin 2 dəfə Namiq Fərhadoğlu'nun verilişində demişim. Amma saz havası gələn kimi bu qafiyə o saat nəsə gəlir düşür yanıma. Ona görə sağ olsun. Maşallah gənc olmağına baxmayaraq çox istedadlıdır. Təşəkkür edirəm. Mən də ilk öncə bizi izləyən çox dəyərli Dünya Televiziyası tamaşaçılarını salamlayıram. Həmlən sabahı xeyir olsun. Əminə xanım, sizlərə dərin təşəkkürümü bildirirəm. Rəhbəriniz var olsunlar. Əziz çəkən kollektiv minnətdarım. Namiq müəllim, bu bir ay ərzində vallahi Dünya TV mənə o qədər doğum oldu ki, mənə o qədər əziz oldu. Elə sən də bizə Sərkar. Çox sağ ol. Valla bura, yəni mən gələndə bir doğma bir evimə gəlirəm. Yəni seçmirəm ki, ya evimdəyəm, ya Dünya TV-dəyəm. Sizə dərin təşəkkür edirəm. Namiq müəllim, sizlə burada olmaq həqiqətən böyük şərəfdir. Nə yaxşı mən belə dəyərli, sayğıdəyər qonaqlarından dəvət edirəm. Bilirəm də kimlə kimi çağırmaq lazımdır səni. Əziz tamaşaçılarımız, sizə növbəti sponsorumuz haqqında məlumat vermək istəyirəm. Xanımlarımız ekrana yaxın əyləşin, zəhmət olmasa. Belina Estetik Mərkəzdən danışacağım. Sizə Bakı şəhərində fəaliyyət göstərən həkim kosmetoloq Səadət xanım Həsənovaya dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olsun. Xanımlarımızı bütün kosmetoloji prosedurları həyata keçirirlər. Təbii ki, getmək, öyrənmək, məlumat almaq ödənişsizdir. Gedirsiniz, hal-hazırda ünvanları da ekranda görürsünüz. Bizim bir çox, belə deyim də, estradamızın gözəl ifaçıları da gediblər. Hal-hazırda görürsünüz, Mənzurə xanım gedib orada olub. Keçən dəfə də elə qonağımız oldu. Həqiqətən də bir çox deməli dolğular, qırışların təbii yolla açılması, botokslar, ürəyiniz istəyən bütün kosmetoloji prosedurlar həyata keçirilir. Bax orada əziz xanımlarımız. Təbii ki, üzünüzü, dərinizi etibarlı əllərə etibar eləməlisiniz. Peşəkar həkimlərə, kosmetoloqlara etibar eləməlisiniz ki, bu da biz təbii ki, təcrübədən, sınaqdan keçirmişik və keyfiyyətinə əmin olmuşuq. Daha sonra isə sizlərə də tövsiyə edirik mənim tamaşaçılarım. Odur ki, gedə bilərsiniz. Belina Mərkəzə həkim kosmetoloq Səadət xanımına dərin təşəkkürlərimi bildirəm. Zəhmət olmasa çarxı izləyək və ardınca isə davam edək. Əgər gözəlləşmək istəyirsinizsə, Belina Estetik Mərkəzinə Səadət Həsənovaya müraciət edin. İndi də gəlmişəm botoksa. Bu cavanlaşmanı saxlamaq üçün Belina Estetik Mərkəzinə müraciət etsinlər. Bugün Sevrə xanıma cavanlaşma prosedurlarından biri olan Business Lady və yaxud da Smooth cavanlaşma proseduruna etdik. Əməliyyatsız, kəsiksiz, qansız, anesteziyasız üz dartma effektini almaq olur. Əziz tamaşaçılarımız, davam edirik. Bu sabaha baxırsınız. Və mən istəyirəm SMS-ləri oxuyum ki, mən bayaqdan siz ifa ilə maşallah olsun SMS-lərimiz gəldi. İstiramaları sizin nəzərinizə çatdıraq. Şəmsi Quliyev yazır. Sabahınız xeyir olsun Əminə xanım. Qonaqlarınızı salamlayıram. Hər şey gözəldir verilişinizə və dayısı oğlu İlqarın 7 yaşı tamam olur. Onu təbrik edirəm. Bizə təbrik edin. Və daha sonra Elmir Səmədov yazır. Sabahınız xeyir. Beyləqandan ateşli salamlar. Gözəl istedadlı aparıcı. Gözəl insan Əminə Xatun xanım necəsiz? Qonaqlarınızın hamısını salamlayıram. Deməli, daimi izləyicinizəm və hər kəsə də salamlarımı göndərirəm. Namiq mənə başda olmaqla xüsusi salamlarımı göndərirəm Beyləqandan və deməli, Sərkardan Qurtlar Vadisi mahnısına zəhmət olmasa. Sərkar. Mütləq bu günləri. Bəhruz Allahverdiyev bizə yazır. Deməli, sabahınız xeyir olsun. Xatun xanım, sabahınız xeyir. Qonaqlarınızı salamlayıram. Namiq məmə xüsusi salamlar. Sevdiyimiz bədiyətçidir. Yazan Gürcüstanın Qaraçöp kəndindən Bəhruzdur. Sizə də sağ ol deyirəm tamaşaçıların yazdığını oxuduğunuza görə. Təşəkkür edirəm. Mən sizlər üçün çalışamayız tamaşaçılarımız. Ceyhun yazır. Salam Əminə Xatun xanım, qonaqlarınızı salamlayıram. Deməli,
Bir mahnı istəyirəm, ay sevgilim, xahiş edirik, Bərdər rayonu Gərənə kəndindən Qarayev Ceyhun daimi tamaşaçınızdır. Sərkar eşitdin də yəqin ki. Gülnar yazır bizə daimi tamaşaçımız, salam, hər vaxtınız xeyir olsun. Hər kəsi salamlayıram, qonaqlarınızı salamlayıram. Deməli, Elgünün bacısı uşaqları Aysel və deməli Ülvüdür, doğum günlərdə təbrik edirik biz də onları. Bütün bu günləri ümumiyyətlə doğum günü olanları təbrik edirik, hər kəsə can sağlığı arzu edirik və daha sonra bizim Instagram səhifəmizə dostlarımız yazırlar. Həmin SMS-ləri də oxuyum sizlər üçün əziz tamaşaçılarımız. Deməli, yazırlar. Sərkardan Yanıq Kərəm ifasını eşitmək istəyirik. Mütləq şəkildə Ağdaşdan bütün qonaqlarınızı salamlayıram, Namik müəllimi salamlayıram və Sərkarı Pərvizi Asifi salamlayır. Deməli, Pərvizin doğum günüdür, xüsusilə təbrik edirəm. Doğum gününü? Ay, nə yaxşı tamaşaçılarımız var. Təbrik edirik, Pərviz. Allah can sağlığı versin. Hər zaman ürəyini istəyən kimi yaşayasınız həyatınızı inşallah. Sevdiklərinizin əhatəsində olasınız. Və daha sonra bizə yazırlar, deməli, hər şey çox gözəldir, çox super ifa eləyirlər. Təşəkkürlərimi bildirəm, çox sağ olun. Bax, hamının yadındadır, inanın ki, hamının bilir ki, bu günə Pərvizin doğum günüdür, təbrik edirlər. Sənin Pərviz, maşa olsun. Sürprizi pozdular. Bilsəydim, mən də sürpriz kimi saxlayardı. Səbuhi yazır, sabahınız xeyirli uğurlu olsun, qonaqlarınızı salamlayıram. Sərkar qardaşımı salamlayıram, Namik müəllimi salamlayıram və daha sonra bizə yazırlar, qardaşımızı, gənc qardaşımızı salamlayıram, xoş gördük, çox gözəl ifalar da var, ilk dəfədir gördüm, amma çox bəyəndim ifalarını, inşallah ki, görəcəksiniz bundan sonra. Deməli, Qarabağda belə musiqili ifalar eşidək inşallah ki. Ağsudan bizə yazırlar, Səbuhu, təşəkkür edirəm, inşallah ki, eşidəcəyik yaxın bir günlərdə əzlərim. Salam Məmnun xanım, necəsiz? Astaradan salamlar qonaqlarınızın hər birinə. Sərkar, afərin sənə yazdılar, bax bunu bizə. Fanatınam. Günəş yazdı, Günəş xanım da, Sərkar. Salam, Gəncədən yazıram, sabahınız xeyir olsun, Gəncəyə salamlarınızı göndərin. Gəncəyə bax, buradan ateşli salamlarımızı göndərir. Bütün bölgələrimizi, Azərbaycanın hər yeri, hər bir məmləkəti bizimdir. Hər yeri, kimlər ki bizə baxılar, izləyirlər, hamısına bir-bir salamlarımızı göndərir, əziz tamaşaçılarımız. Mən istəyirəm sizə növbəti sponsorumuz haqqında məlumat verim, bizim evdən danışım sizə, daha sonra isə Sərkarın gözəl ifasını davam eləyəcəyik. Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən bizim ev Mebi şəhərinə təşəkkürlərimizi bildiririk, əziz tamaşaçılarımız. 70-dən çox brend mağazanı özündə birləşdirən, geniş hafta dayanacaq sayısına malik və fərqli qiymət strategiyasına görə bənzərsiz bir ticarət məkanıdır. Doğrudan da çox geniş bir məkandır, nəinki Azərbaycanın, hətta Qafqazın da ən böyük mobil kompleksidir. Odur ki, hər zaman şok endirimlərlə, ucuz kampanyaları ilə yenicə ailə qurmağa hazırlaşan xanımlarımızın yolunu gözləyirlər. Xanımlarımız, üzünüzü tutun bizim ev Mebi şəhərinə, rəngarəng, müxtəlif dizaynda, müxtəlif ölçüdə, ürəyinizdən keçən bütün mobil dərslərini bax, oradan endirimli şərtlərlə əldə edə biləcəksiniz. Təşəkkürlərimizi bildiririk bütün bizim ev Mebi şəhərinin kollektivinə. Çarxı izləyək, ardınca elə Sərkarın ifası ilə qayıdaq. Lap bezdirdiniz əməli. Sənədən bu boyda şəhəri gəzmişik. Heç nə bəyənmədiniz. Gəlin çıxaq gedək elə. Evə niyə akşi? Bəsərə. Bəs qızın cehizi? Əsəbləşməyə ehtiyac yoxdur. İndi mebel almağın çox asan yolu var. Qafqazda yeganə mebel şəhəri. 70-dən çox brend. İl boyu kampanyalar, yerində kredit və hədiyyələr. Bizim ev mebel şəhəri. Dünya mebeli bir ünvanda, bir məkanda, Xırdalanda. Bizim evdə, Riyadda.
edirəm, ay Sərkər, var olasan, çox sağ ol. Əziz tamaşaçılarımız, mən bax bu gözəl, dəyərli insanların əlaqə telefonlarını sizlər üçün xatırlatmaq istəyirəm. Sərkərin əlaqə telefonu 051 736 57 57. Razim qardaşımızın əlaqə telefonlarını xatırladım və təbii ki, toy məclislərinizdə, gözəl günlərdə istəyirsinizsə gəlsin, elə sizin üçün də bir bədahətən bədiyələr söyləsin. 050 678 03 90 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Namiq məmnun əlaqə telefonunu söyləmirəm, amma prodüser mənəm, rəyini istədi, zəyən varsa toylarda. Və daha sonra Pərvizin əlaqə telefonunu söyləmək istəyirəm. 050 497 59 82, Asip 051 882 75 75 və gözəl rejissorumuz olan, səs rejissorumuz olan Səyyaf müəllimin nömrəsi 055 741 75 11. Qurban deyir, elə bildim, mən söylüyorsun. Sənin əlaqə telefonun artıq məşhurdur, sən heç narahat olma. Və təşəkkürlərimi bildirəm hər birinizə. Doğrudan da hər biriniz öz işinizin peşəkararsınız. Doğrudan Namiq mənim. Valla, eşq olsun. Maşallah elə burada komanda peşəkardır. Səyyaf qardaşımızın gözəl səs tənzimləməyi bizi daha da təbə gətirir. Və Yaqub qardaşımız oradan səs rejissoru. Yaqub, nətərsən ha? O qədər işinə alıdə olub ki, baş aşağı işinə məşğuldur. Maşallah Mahirin, Rasimin çox gözəl, yəni peşəkar komanda var. Razım qardaşımızın bu zəhmətini çəkən, onunla Gədəbəydən bura Sumqayıta təşrif buyuran əmisi Əkbər əmini də salamlayıram ki, zəhmətini çəkir və qardaşı Rasimi də salamlayıram, onlar bir yerdə gəliblər. Yəni, mən görürəm ki, üstündə necəsə. Danışsana, bir ay Razım. Mən də salamlayıram Əkbər Əhmədovu, Qəzənfər Əhmədovu, Təbriz Əhmədovu, Rasim qardaşımı salamlayıram və xüsusən Elmir Ansamlıla buradan salamlarımı göndərirəm, qardaşım balası Elmirə və mənim dostlarım Sinsat Rifatçısı, Arzu müəllimə salamlarımı göndərirəm, Elvin Hüseynova, Nağara Rifatçısı salamlarımı göndərirəm, Samir Sinsat Rifatçısı, Allah var eləsin, salamlarımı göndərirəm və mən bir Namiq müəllim dostum var, onun nəvəsinin Allahın köməyindən ayın 12-si ad günüdür, inşallah orada olacaq. Amini mi deyirsin? Mən repertuarı bilirəm sən. İnşallah orada. Mən də təbrik edirəm. Qeyd edirəm, buradan Mahri, babası Mahri salamlayıram buradan, öpürəm onu. Ay Razim, bir söylə görə nə zamandan fəaliyyət göstərirsən? Bax, tamaşaçılarımız səni indi tanıyırlar, amma maşallah olsun görürəm ki, bu indinin işi deyil. Ay, son, çıxdın ona, görürsün. Peşəkarlığı var. Şərə yox, həmişə efirdə olmurdu. Gədəbəy bölgəsi eyni zamanda qəhrəman insanları ilə, mən dedim aşıq janrı ilə və ziyalı insanları ilə çox seçilən bir bölgəmizdir bizim. Bilmirəm, Gədəbəydə olmuşsunuz ya olmamışsınız? Gədəbəydə olmamışsınız. Razım qardaşımız dəvət elədi, bəyək ki, Əminə xanımı da götür, gəl. Gədəbəy, Narzan bular. İnşallah qarşıdan yay fəsli gəlir. Allah qoysa bir gün Dünya Televiziyasının əməkdaşları. Əmrənin yanında Eqin Qurban da demək istəyirdiniz də? Mütləq, qurbansız iş olar. Görmürəm, qulağıma bəyəkdən. Mahirsiz iş olar. Komandamızla bərabər, maşallah. Bütün komanda gəlsin mi, Ayraz? Gözüm üstə yerlər var. Gədəbəyin cənnət yerləri. Mən çayım da sizə, məsələn, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, mən orada el şənliyində olum. Düzyurtdur, Arıqdamdır, Slavyankadır, Narzandır, Söyüddüdür, Ərtəpədir, nə bilim, o qədər kətləri var ki, mən onların hamısında el şənliklərində olmuşam. Razimin özü Slavyanka kəndində qalır, Narzan küçəsində, Narzan məhəlləsində qalır. Razimdən qabaqda Şəmşir dağları olur, mənlə 7-8 ilində elə bir yerdə fəaliyyət göstərir. Şəmşir də Dərman dağı kəndindəndir Gədəbəyin. Yəni doğrudan da çox mehriban cəmaatı var. Mən çox istəyirəm Gədəbəy cəmaatını. Bəyək qeyd elədiyim kimi, onlar Qarabağ savaşında başkəndi düşmənlərdən aldılar. Yəni, mən onu hər zaman qeyd edirəm. Çox mərd, səmimi cəmaatı var. Mən orada el şənliyində hələ rast gəlməmişəm, kimsə kimlənsə mübahisə eləsin, kimsə kimlənsə dava salsın. Elə birinci kəlmələri can qadan alım. Yəni, o qədər mehriban insanı qarşılığır, o qədər böyük səmimiyyət var ki, Gədəbəyə buradan Atəşin salamlarımı göndərirəm. Çox istəyirəm Gədəbəy cəmaatı. Baxırlar, bizi izləyirlər, bilirəm kimdir. Rasim efirdə olsa ona baxmasınlar. Bəli. Şəmkiri də gəlirdim. Gəlirdim. Şəmkirdə də Şiştəbə, nə bilim, Söyüddü, Bayramlı, o qədər kətlərində, şənliklərində olmuşam ki, mən Məhərrəm qardaşımı da salamlayıram buradan, mənim yaxın dostum, əzizim. Ay Sərkar, neçə dəfədir gəlib gedirsən, bir dəfə demirsən Şəmkirə gəl, Razim bir dəfə gəlməklə dedi Gədəbəyə gəlir. Onu deməzsəm, siz Gədəbəy keçməsi Şəmkirdən keçməsinizdir. Bəli, mütləq. Mənim də qonağımın olmasa görünəcər də düzgün olar.
Ən azından mən inciyərəm. Əlbəttə. İnşallah yayda Allahın köməyi ilə gələcək hər bir. Maşallah qonaqlıqlar çoxdur yayda. Yayda qonaqlıqlar çoxdur. İnşallah. Söyləyir mənə ki, yayda istirahət eləməyə məkanlarımız çoxdur. Və onu da üstə vurğulayım ki, Əminə xanımın çox gözəl necə keyfir məkanında aparıcılıq qabiliyyəti var. Eyni zamanda, əl qabiliyyəti o heç o öz yeri, eyni zamanda gözəl el şənliyi də aparmağı var. Yəni bunu da nəzərə alın ki, oranın el şənliklərində bilirəm ki, hər toya gedib iştirak eləmir. Şəxsən Şəmkir toyları mənlikdir. Görək də, bax, Sərkər o Şəmkir toylarını dəvət eləməsə, bir də Sərkəri dəvət eləmirsin. Yəni o hər toya da gedib iştirak eləmir, amma bir xahiş eləyərik, məsələn, o el şənliyində gözəl aparıcılıq. Məsələn, Mahir qardaşımız, gözəl kameramanımız, Gədəbəy toylarında Əminə xanımın o qədər gözəl potensialı var, o qədər gözəl nitqi, səlis nitqi və eyni zamanda o qədər şeirlər bilir ki, necə ki, lazım sən bilirsən, o Gədəbəy cəmaatı mən deyirəm də, aşıq janrını çox xoşlayan və eyni zamanda orada söz üçün məhfəl qalmırlar. Bəli. Buyur. Və Gədəbəydən söz düşmüşkən, Əminə xanım, icazəmizlə Razının, bayaq yol gələ-gələ soruşdum ki, repertuarında nə var? Gədəbəydən çox bir gözəl bədihəsi var, ifası var. Əgər icazə versəz... Əlbəttə ki, buyursun. Bir halda ki, gəlib, ta Gədəbəydən bizim efrimizə təşrif buyurub, ürəyindən keçən ifaları səsləndirsin. Kimi qaldı salamlamaq, təbrik eləmək? Gədəbəyə salamlarımı çatdırıram. Doğulub boya başa çatdığım Slavyanka kəndində salamlarımı çatdırıram. Allah hamısını var eləsin. Amin. Sərkə, kömək elə də faşır ver, qaytaracaq gedən. Gözəl ifa işləyəcək Razim qardaşımızdan və birazdansa sizə növbəti sponsorumuz olan Mirvari City'dən danışacağım. Tamaşaçılarımız, cənnət məkan bir yerdir. Hər yerdə çəkilir adın, igid qəhrəman Gədəbəy. Hər yerdə çəkilir adın, igid qəhrəman Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Hər yerdə çəkilir adın, igid qəhrəman Gədəbəy. Hər yerdə çəkilir adın, igid qəhrəman Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Gədəbəylilər qırıbdı erməni daşnağını, düşmənə qalib gəlib qaldırıbdı bayrağını. Əhsən olsun şınığa verməyibdi torpağını, əhsən olsun şınığa verməyibdi torpağını. Necə vardı edib yerilə yeksan Gədəbəy, düşməni gör necə edib yerilə yeksan Gədəbəy. Hər yerdə çəkilir adın, igid qəhrəman Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Gədəbəy torpağının gör nə gözəl sərfəti var. Səfalı gəzməyin yeri, səfalı təbiəti var. Xüsusən Narzanın da ayrı cürnə ləzzəti var. Xüsusən Narzanın da ayrı cürnə ləzzəti var. Həstiyə şəfa verir içəndə Narzan Gədəbəy. Həstiyə şəfa verir içəndə Narzan Gədəbəy. Hər yerdə çəkilir adın, igid qəhrəman Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Gəlib Gədəbəyə əmin eylə dadaq tamımızı. Gədəbəy haqda deyək razım şirin kalamımızı. Göndərək söyüd deyə Qara Murada salamımızı. Göndərək söyüd deyə Arıq dama salamımızı. Hər qarış torpağı var cənnət Rizvan
Gədəbəy. Hər qarış torpağı var cənnəti Rizvan Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Efirdə bu kəlməni mən deyirəm zar edirəm. Gədəbəy torpağı ilə həmişə iftixar edirəm. Aşıq yetişdirib həm də Qəzəlxan Gədəbəy. Aşıq yetirib həm də ki Qəzəlxan Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Toxçu İskəndər getdi, göz yaşı giryan oldu. Vətən uğrunda gedən şınıqlı pünhan oldu. Rüstəmov məzahirdə milli qəhrəman oldu. Verirəm bax efirdə bu haqda elan Gədəbəy. Verirəm mən efirdə bu haqda elan Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Hər yerdə səkilir adın igid qəhrəman Gədəbəy. Eşq olsun Gədəbəylərə. Yaratmışam ustadımdan bu zülmə həm xananı. Heç kim arzum budur ki qoy görməsin qəm xananı. Gədəbəylər gədəbəyləsiz qurun toyxananı. Namiqlə biz eləyərik məclisi əlvan Gədəbəy. Namiqlə biz eləyərik məclisi əlvan Gədəbəy. Hər yerdə səkilir adın igid qəhrəman Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Ləzzət olsun, dad olsun. Elə bədiyyə deyim, ləzzət olsun, dad olsun. Məndə bu zülmədə vurna istedad olsun. Arzum budur Qarabağımızdakı azad olsun. Edirəm bu haqda peyman Gədəbəy. Edirəm mən bu haqda xoşəhd peyman Gədəbəy. Hər yerdə Səkilir adın igid qəhrəman Gədəbəy. Səninlə fəxr eləyir Azərbaycan Gədəbəy. Hamımız qonaq gəlir, qarışılıyar Gədəbəyə gələndə mehman Gədəbəy. Qarışılıyar Gədəbəyə gələndə mehman Gədəbəy. Səninlə fəxr edir Azərbaycan Gədəbəy. Hər yerdə səkilir adın igid qəhrəman Gədəbəy. Eşq olsun Gədəbəylərə. Təşəkkür edirik, çox sağ olun. Minnətdaram hər birinizə. Özü də görürsünüz Əminə xanım, dedikləri adam var efirə, məsələn, çıxanda yazı, hazırlaşır, əzbərləyir. Razım istəyirsən bədayətən deyirəm sizə. Bəli, bəli. Gördüyün nə görürsən bədayətən deyirsən. Bəli. Mən birinci sinifə getməmişəm, məndə yazma yoxdur. Adımı yaza bilmirəm heç. Amma görürsən bədayətən də, bəli, amma bədayətən görürsən deyir. Yəni, hələ irəlilən dəqiqələrdə gözəl şeirləri də var Razımın. Görürsən, musiqi duyumu da çox gözəldir. Yəni,
biraz da öz üzərində işləsə, amma indi gəlin nəzərə alaq ki, ilk dəfə efirə çıxırsan, heç bir həyəcan yox, yəni belə iştirak edirsən ki, çox yaxşıdır lazım. Sən daha neçə illər iştirakçısan da. Eşq olsun Əzim, təşəkkür edirəm, minnətdaram. Birazdan təbii ki, Namiq müəllim, sizdən də gözəl şeirlər eşitmək istəyirəm. Və Razimdən də şeir eşitəcəyik, Sərkər qardaşımızı müşahidə edəcək. Əziz tamaşaçılarımız, sizlərə danışmaq istəyirəm. Deməli, Sumqayıt şəhəri dənizkənarı bulvarda yerləşən Mirvari City yaşayış kompleksinə artıq dünəndən etibarən bizimlə bərabərdir və sevə-sevə də təqdim eləyəcəm, çünki çox gözəl bir məkandır. Hər kəsin xəyal eləyə biləcəyi möhtəşəm, dəniz mənzərəli mənzillər sizin həyatınızın mənasına rəng qatacaq dəyərli tamaşaçılarım. Artıq sanatoriyalara, tətil və istirahət mərkəzlərinə getməyə heç bir ehtiyac duymayacaq. Çünki bu gözəl anları elə hər gün öz evimizdə yaşayacaq. İşıqlı və geniş mənzillər, mərkəzləşdirilmiş 24 saat güvənlik sistem, yeraltı hafta dayanacaq, açıq havada uşaq, idman və əyləncə parkı, iaşə obyektləri ilə 5 ulduzlu həyat yaşamaq siz tamaşaçıları gözləyir. Əziz tamaşaçılarımız, Mirvari City-yə mütləq şəkildə eviniz Mirvari City-dən olsun. Artıq bax, yay fəsli gəlir qarşıdan. Yay fəslini heç bir sanatoriyalara, heç bir istirahət məkanlarına getməyə ehtiyac qalmayacaq. Çünki öz mənzilinizdə əyləşəcəksiniz, öz evinizdə əyləşəcəksiniz. O qədər gözəl mənzərəli yerlər var ki, onları seyr eləyəcəksiniz və təbii ki, hər şey güvənli şəkildə sizlər üçün bax, nəzərdə tutulub həqiqətən də. Çünki bayaq da sizlər üçün söylədim ki, doğrudan da geniş mənzillər, mərkəzləşdirilmiş 24 saat güvənlik sistem var. Yeraltı hafta dayanacaq var, təbii ki, avtomobillərimizin yerləşdirilməsi üçün gözəl şəkildə uşaqlarımızın gözəl əyləncə məkanlarına artıq getməyə heç bir ehtiyac yoxdur. Bilirəm ki, körpələr hər gün valideynlərdən müraciət edirlər, mən əyləncələrə getmək istəyirəm, əyləncə mərkəzlərinə getmək istəyirəm. Elə hər gün o gözəl evinizdə istirahəti eləyəcəklər. Bir daha təşəkkürlərimi bildirəm Mirvari City-yə. Əlaqə telefonlarını xatırladım, 050 999 04 09, 055 999 0409 və 070 999 0409. İzləyək çarxımızı, ardınca isə Sərkarın özəl ifasından davam edək. Sumqayıt şəhəri dənizkənarı bulvarda yerləşən Mirvari City yaşayış kompleksində hər kəsin xəyal edə biləcəyi möhtəşəm dəniz mənzərəli mənzillər sizin həyatınıza rəng qatacaq. Artıq sanatoriya, tətil və istirahət mərkəzlərinə getməyə ehtiyac yoxdur. Siz bu gözəl anları hər gün evinizdə yaşayacaqsınız. İşıqlı və geniş mənzillər, mərkəzləşdirilmiş 24 saat güvənlik sistemi, yeraltı hafta dayanacaq, açıq havada uşaq, idman və əyləncə parkı, iaşə obyektləri. Bir sözlə, 5 ulduzlu həyat yaşamaq sizi gözləyir. Mirvari City, xəyallarınızdakı yaşayış kompleksi.
eşq olsun, var ol, valla. O qədər ürəklə, qəlblə ifa eləyir ki, simasından artıq bəllidir. Belə olmalıdır da, belə olmalıdır. Buyur. Bu ifalarımızdan, bu kompozisiyalarımızdan inşallah Qarabağ torpağına gedək tezliklə. O yağı düşmənlərimizə bilsin ki, yəni Azərbaycanın həqiqətən oğlanları var. Bəli, var. Elə izləyirlər, görürlər, baxırlar, həqiqətən də biz sizlərlə fəxr edirik, oradan Sərkar. Valla, var olsun, bax, belə istedadlı gənclərimiz. Namik müəllim, həqiqətən də var Azərbaycanımızın belə gözəl istedadları. Fəxr edirik bunlarla və hər zaman da ətrafınıza toplayırsınızlar, mən bilirəm. Azərbaycanın hər daşının, hər qayasının altında bir istedad yatır. Həqiqətən belədir. Mən bölgələrimizdə də o qədər istedadlı gənclərə rast gəlirəm ki, bax, maşallah olsun, Sərkarın ifası, ansamblın bir-birinin tamamlaması, bəli, bax, tamamlamanın düzgün olmaz ki, hər biri bir-birini tamamlayırdı oradan. Çox sağ olun. Yəni, insan, bilirsiniz, səlqəli musiqidir və harmoniya daşıyır bunların ifaları, insan zövq alır. Yəni, burada artıq bir xal yoxdur, artıq bir ifa yoxdur. Yəni, mən incəsənəti bitirmiş bir insan kimi, yəni, bunları borcumdur demək və özünə də çox arxayındır. Sərkar əsas məsələ ondan ibarətdir ki, yəni, səhnədə manevrlərindən, ifaçılıq qabiliyyətindən onu göstərir ki, özünə yəni arxayındır. İstəyirsən ki, belə olmalıdır. Belə olmalıdır və Dünya Televiziyası sağ olsun ki, Əminə xanım, sizlər sağ olun ki, belə gənc istedadlara qayğı göstərirsiniz, qayğınızı əsirgəmirsiniz, bunları ictimaiyyətə, cəmiyyətə daha da yaxından tanıdırsınız. Çünki biz sənət adamlarının ictimaiyyətə, cəmiyyətə yaxından tanınmağında televiziyaların çox böyük rolü var, çox mühüm əhəmiyyət kəsb edir. Məsələn, yenə deyirəm ki, bizi üçün, məsələn, mən neçə illərdir, 30 ilə yaxındır efir məkanlarındayım. Razım üçün, məsələn, ilk dəfə efirə çıxmaq, bu bilirsiniz nə qədər sevinç bəxş edirsiniz ona. Yenə deyirəm ki, o telefon zəngləri, o tamaşaçıların həsrətlə, həyəcanla oturub izləməyi ki, baxırıq və onun da yaddaşına ümid edirəm ki, peşə fəaliyyətində qızıl hərflərlə yaddaşına həkk olunur ki, mənə ilk dəfə Dünya Televiziyası qucağını açdı, mənə ilk dəfə Dünya Televiziyası imkan yaratdı. Yəni, ona görə mən salamlayıram bir daha, sağ olsun Dünya Televiziyası. İnanıram ki, sonra bizi yaddan çıxarmayacaq, çünki Dünya Televiziyası bir məktəbdir, hər zaman bax, bundan müəllim də söylür, mən də söylürəm. Bu televiziyada həqiqətən də kimlər öyrənib, kimlər puxtələşib çıxmayıblar? Mən hər zaman vurğulayıram ki, hətta indi digər televiziya məkanlarında çalışanlar var ki, onların özülləri, həmin o orada çalışanların özülləri Dünya Televiziyasında qoyulub ki, Dünya Televiziyasında onlar fəaliyyətində peşəkarlıq əldə ediblər, indi digər başqa qonşu televiziyalarda çalışırlar. Buna görə də Ramiz müəllimin böyük zəhməti var, böyük əziyyəti var. Yəni, bu televiziyanın fəaliyyəti mənim də gözümün qarşısındadır. Çəkdiyi zəhmət, keçdiyi yol, doğrudan da damla-damla qazandığı uğur və bu gün hər birimizi sevindirir. Həqiqətən, mən artıq bəzən sual verirlər ki, digər televiziyalar falan, mən 12 ildir buradayam, o qədər gözəl abu-hava var və kimləri görmüşük ki, doğrudan da bir məktəbdə hər zaman nələri öyrənməyib, kimlər buradan öyrənib getməyiblər və sağ olsun ki, o hər zaman Dünya Televiziyasını xatırlayan insanlar var və həqiqətən də mən Dünya Televiziyasından çıxmışam söyləyən insanlar var. Mən həmin insanları alqışlayıram ki, həqiqətən də bu insanlar bilirlər. Yəni, onların o yaddaşlarından çıxmayıb ki, məni məhz Dünya Televiziyası puxtələşdirdi, peşəkarlaşdırdı və daha sonra digər məkanlara yola saldı. Mənim üçün bura rahatdır, gözəldir, gözəl kollektivim varsa, gözəl abu-hava varsa, sağlam mühit varsa, o paxıllıq filan yoxdursa burada, niyə də başqa yerlərə getməliyik? Nəyə görə rahatdır onu bilirsiniz? Çünki sağlam evi. 2 il bundan qabaq Pərvizlə Şəmkir toy məclisinə getmişdik. Təsəvvür edin, biz qalmadıq Şəmkirdə, amma mən gedəndə inan ki, darıxdım. Yəni, fikirləşdim ki, biz getdik, yəqin ki, orada bir həftə qalarıq, yəni gələ bilmərəm. Həqiqətən o qədər Namik müəllim doğmalıdır ki, bizə. Çünki bilirsən, kollektivi də, məsələn, mən Mahir neçə illərdir tanıyıram. Demək olar ki, Mahir də bir 10 ilə yaxındır ki, burada çalışır. Mən gələndən bura Mahir, məsələn, burada görmüşəm kameramanımızdır, özlərində çalışır, fədakar zəhməti ilə. Məsələn, Feyruz qardaşımız və burada, məsələn, Rais müəllimin, Enlara xanımın, Aybəniz xanımın, yəni başda yenə deyirəm ki, Ramiz müəllim olmaqla, yəni ondan da öncə Əli qardaşımı da salamlayıram, onun da böyük zəhməti var televiziyanın tətbiqləşməsində. Yəni, kollektiv əməkdaşları öz üzərində çalışır, öz üzərində işləyir və ən ümləsi ondan ibarət ki, gənc istedadları daha yaxından tanıdır, gənc istedadların üzünə qapı açır. Yəni, məsələn, indi sizin özünüz Əminə xanım götürün, məsələn, 12 il bundan öncə baxın, efir məkanında iştirakımıza çıxışırız. Hələ də öyrənirik, valla. Amma o illərlə bugünkü çıxışımızda həddindən artıq yer-göy qədər fərq var və təbii ki, sizi İncəsənət Universiteti ilə təkmilləşdirir və eyni zamanda orada aldığınız təhsili, orada topladığınız təcrübəni
burada təkmilləşdirirsiniz, tətbiq edirsiniz. Və hər zaman dünya televiziyasının qapıları üzümə açıq oldu. Nəmin bilirsiniz bunu. Həqiqətən, bax, burada çalışa-çalışa məktəbi bitirdim, universitetə göndərdilər məni oxumağa. Həqiqətən də doğrudan da rəhbərliyimə sağ olsun və daha da o istedadımı təkmilləşdirdilər və yenə də sağ olsunlar ki, burada çalışıram və fəxr edirəm. Və mən bildiyim qədər praktikamızda, musiqili teatrda, avansız praktikanı, Əli Qismət müəllimi salamlayıram buradan. Salamlarımızı göndərim. Musiqili teatrında böyük zəhməti var sizin üzərinizdə. Siz musiqili teatr rejissorluğun oxuyursunuz da, düz deyirəm. Yəni, ona görə ümid edirəm ki, elə gələcəkdə məsələn o teatrlarda sizə öz dəstəyin, öz köməyin verər. Necə ki, musiqili teatr sizə üçün şərait yaradır, praktikamıza kömək olur. Ümid edirəm ki, gələcəkdə də öz köməyin əsirgəməz. Amma sizi ona görə çox istəyirəm ki, Əminə xanım, siz öz daima cəsarətinizlə, mərdliyinizlə, sadiqliyinizlə dünya televiziyasını daima sadiqliyinizi nümayiş elətdirirsiniz, biruzə verirsiniz. 12 ildir buradasınız. Və buradan da mənə eşitməmişəm ki, deyəsiniz ki, məsələn, başqa bir məkanda çalışmaq istəyirəm. Yəni, elə fikriniz də yoxdur. Yəni, ona görə bu sizə göstərilən etimadı unutmursunuz. Yəni, o çox gözəl haldır. Və Əminə xanım, bilirsiniz necədir? Mənim özüm, məsələn, gənc istedadlar görəndə çalışıram canı dildən onlara dəstək olmağa. İnandırım sizi ki, onunla mən həyatda bəlkə də ən böyük zövq aldığım his, duyğu həmin o andadır ki, istedadlı insanı görəndə ürəyim ağrıyır. Çünki bilirsiniz, dünyanın malı dünyada qalacaq. Doğrudur. Amma istedadın ifası çalğısı, məsələn, sərkar bir ifa elədi, bu artıq tarixin yaddaşına həkk olundu. İndi sağ olsun, Ramiz qardaşımız da bunu YouTube portalına yerləşdirir və oradan bilet yazsın, tarixin yaddaşına həkk edir və sonra disklər bu iştirakçılara çatır. Bunlar üçün bilirsən, daim o görüntülərə baxdıqca özlərində çalışırsan, işləyirsən. Ona görə çox böyük zəhmətiniz var televiziya olaraq, dünya televiziyasını. Mən çox yüksək dəyərləndirilən bir sənət adamı olaraq. Allah var eləsin sizin. Çox sənə. Havalar nətərdir orada, Ayraz? Qar yağır. Elə mi? Bəli. Lerikir yağır. Gədəbəy cənnətdir də. Həqiqətən də cənnətdə o yasamalı ki, Şəmkirdən keçirsən, qalxırsan. İnandırım sizi ki, bəh, Allaha and olsun, cənnətdir. Lakin bəs deyim, demin elə getməyimiz gəldi ora. Gedəcək mənə. Ayraz, mən sən gəldik. Ha vaxt desəz, gəlirsən. Və siz orada Şəmkirdən Allah qoysun, o asılıdır Sərkər qardaşımızdan da. Sərkər nə vaxt dəvət eləsə, yəni oradan o biri tərəfə həddindən artıq Şəmkirin də qonaqpərvər. Mən yəni şənliklərində çox olmuşam, çox qonaqpərvər, Allah and olsun. Yəni, istər Şəmkirin, istər Gədəbəyin, yəni də Mahir artıq deyir ki, Gədəbəyə getmək istəyirəm. Elə onların o simasından bəlidir. Sərkər edirəm, keçən dəfə o qədər gülər üzləri var ki, mən həqiqətən doğrudan çox sevirəm. O simalarında gülər üz olan qaşqabaqlı insanları qəti surətdə sevirəm. Və simasının müsbət enerji də gəlir. Tamaşaçılara da bu lazımdır səhər-səhər. Gözəl ab-hava. Bilirsən, sənət adamlarında ümumiyyətlə elə adam var ki, doğrudan da sənəti böyükdür, özü acı dildir. Adamı belə özündən uzaqlaşdırır da. Baxırsan ki, qaşqabaqla. İndi nə olur, Allah Taala həriyə bir balaca sənət verib də. Amma bu gənclərin, bu istedadların yüksək cəhəti ondan ibarətdir ki, bunların simasında bir nur var, simasında söz deyirsən eşidir, məsələn, yəni bu ünsiyyət qurmağı bacarırlar. Bu sənətdə, peşə fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir. Ünsiyyət qurmaq, 50%, yəni istedadın varsa, 50% də sən o ünsiyyət qurmağı bacarırsansa, onda sən irəliyə gedəcəksən. Mənim mövzumuzla bağlı elə bir sujetimiz var. Gəlin sujetimizi əziz tamaşaçılarımız ardınca isə davam edəcək və sponsorlarımız haqqında sizlərə yenidən məlumat verəcəm. Vətənimizə bağlıyıq. Onun şöhrətini öz şöhrətimiz sanırıq. Vətən varsa biz də varıq. İndi isə gəlin sakinlərimizlə sorğu keçirək və görək ki, vətənimizə nə dərəcədə bağlıyıq. Bir valideyn kimi övladınızı vətənpərvər yetişdirirsinizmi və bunun üçün nə edirsiniz? Təbii ki, öz vətənpərvər yetişdiririk. Bunları məktəblərdə də aşılanır, evdə də. Mənim oğlum elə hərbiçi olmaq istəyir uşaqlıqdan. Naxçıvanski oraya daxil olmaq istəyir. Hazırlıqlara gedir, çalışır. Həmişə də deyir ki, mən istəyirəm şəhid olum. Deyirəm, oğlum, elə demə, heç müharibə olmasın, amma şəhidlərimiz də olmasın. Ancaq vətən sevir də, deyir ki, istəyirəm, həmişə baxanda televiziyaya, deyir, mən şəhid olmaq istəyirəm. Deyirəm, əstəğfurullah, o böyük zirvədir. Amma Allah heç bir balanı cavan vaxtı şəhid eləməz. Amma şəhid də verməsək, vətənimizi qoruya bilmərik. Hamımız yeri gəlsə biz də gedərik. Canbaşla
əli silah tutan hamı vətəni qorumalıdır. Nəinki oğlumuz, elə analar da, bacılar da hamısı. Bütün valideynlərin borcudur, o cümlədən də mənim də borcumdur ki, övladlarımızı qız istəyir qız olsun, istəyir oğlan olsun, vətənpərvər ruhda tərbiyə eləyək. Bunun üçün də biz elə orta məktəbdən tutmuş, nəinki orta məktəb, uşaq bağçasından tutmuş orta məktəbdə, sonra da hərbi xidmətə göndərib. Azərbaycan, sənsən mənim ülviyyətim, şan şöhrətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Sevin vətənimizi, sevin gülü çiçəkli Azərbaycanımızı. Beləliklə sizlə sağollaşırıq Allah amanında. Könül Faiq qızı Firuz adı Gözəlov, Dünya TV. Tamaşaçılarımız davam edir, verilişimiz maşallah olsun, maraqlı söhbət gedir. Tamaşaçılarımız bayaqdan SMS yazırlar, oxumaq istəyirəm SMS-ləri. Cəmilə xanım bizi yazır, Mustafayeva, salam necəsiz? Qəbələdə çox sevilirsiniz. Qəbələdən salam olsun sizlərə. Deməli, qonaqlarımızı salamlayır, Sərkərdən Yanıq Kərəm istəyir. Aha, Məhərrəm bəy bizə SMS yazıb, Savalan ailəsindən SMS gəlib bizə, salam olsun hər kəsə. Siz başda olmaqla qonaqlarınızı salamlayırıq. Həmişəki kimi mövzunuz əladır, orada olanlar da Azərbaycanımızın layiqli övladlarıdır. Yaşasın Azərbaycanımız. Çox sağ olun Məhərrəm bəy, təşəkkür edirik hər birinizə. Var olasınız. Bütün komandanıza salamlarımızı göndərim. Orada gözəl xanımlar çalışır, gülər üzlü personal var həqiqətən də. Sabahınız xeyirli, uğurlu olsun. Hər kəsi salamlayıram, bizə söyləyirlər. Və daha sonra qonaqlarınızı salamlayıram. Mövzunuzla bağlı demək istərdim ki, vətənimizin hər bir bucağı əzizdir, gözəldir. İnşallah ki, Qarabağdan salamlayarıq bir gün sizi, qonaqlarınızı. Bir də xahişim var, deməli, Füzuli balası Elvi Səyadoğlu'nu qonaq qismində görmək istəyirik. Elvini dəvət edəcək yaxın günlərdə inşallah salamlarımızı göndəririk. Elvinə də çox istedadlı bir gənclərimizdən biridir o da. Və daha sonra elə bax gözəl insan sözün üstünə gələr, çıxardı. Elvini salamladılar, Elvindən SMS gəldi. Salam əminə qonaqlarınızı da salamlayıram, hamıya salam söyləyirəm. Səhv mənim xüsusi salamlar var. Səhv mənim xüsusi salam göndərirlər. Əminə xanım ürəyimi oxudu. Sərkardan ifa istəyəcəkdim. Əllərinə sağlıq. Sərkarın Astaradan Xarkovda olan dayım yoldaşına salam, bütün qohumlarımıza salam deyirəm. Xahiş edirəm SMS-imizi oxuyun. Oxudum SMS-inizi. Nə yazırsınızsa bax onu da səsləndirəm. Namiq mənim sizə SMS gəlib. Salam, hər vaxtınız xeyir olsun. Hər kəs salamlarım. Namiq mənim sizi çox sevirəm. Həqiqətən də bütün gənclərimizə, istedadlı gənclərimizə dəstək olursunuz. Təşəkkür edirik. Sabahınız xeyir, biz də Savalan olaraq sizlərə uğurlar arzu edirik. Azərbaycanımıza layiqli xidmətə görə sizlərə minnətdarıq, təşəkkür edirik. Və daha sonra yenə Savalandan qonaqlarınıza salam olsun. Dünyanın baxımı kanalı olan DTV-yə təşəkkürlər. Əzizlərim, Ağdamın Quzanlı qəsəbəsindən atəşli salamlar var bizə. Çox sağ olsunlar. Bütün Ağdamlara da salamlarımızı göndərir əziz tamaşaçılarımız. Və daha sonra mesajlarımız gəlir. Oxuyum sizlər üçün və gözəl ifalar eşidəcəyik. Hər vaxtınız xeyir olsun. Razim qardaş, sizə uğurlar olsun. Gədəbəydən sizi salamlayıram. Tofiq yazdı bax bunu bizə. Kimdir Tofiq? Ay Razim. Salam, hər vaxtınız xeyir olsun. Qonaqlarınızı salamlayıram. Orxan Sultanov yazıb bizə. Necəsiz? Maşallah qonaqlarınızı da salamlayıram. Əsasən Namiq müəllimi və Namiq müəllimdən gözəl bir bədiyə. Yardımlı rayonundan narahat edirəm. Yardımlara eşq olsun, eşq olsun yardımlara. Mahir də salamdır yardımlara. 12 ildir söz verir yardımlıya aparacam, hələ aparıb qutara bilməyib. İnşallah ki, yəqin ki bu il bəxtimiz açılacaqdır, nə deyim? İnşallah mən də söz verirəm sizə ki, yayda Allah qoysa, Cənub bölgəsində doğrudan da bir cənnətdir. Siz ara söz verirsiniz, aparacaqsınız. Azərbaycanın, dünyanın 11 iqlimdən 9-u bildiyiniz kimi, Azərbaycanda Cənub bölgəsində təkmilləşib. Cənub bölgəsində özünə məxsus bir gözəlliyi var. Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, yəni Cəllabadımız, yəni həddindən artıq. İnşallah yayda Allah qoysa, orada bir çəkiliş eləyərik. İnşallah, mütləq şəkildə. Sizi aparmamışlara gedim. Siz bilirsiniz ki, mən sadiqəm. Hara getdimsə, komandamla özümlə bərabər gələcək. Narahat olmayın. Əziz tamaşaçılarımız, sizə bir daha sponsorumuz haqqında məlumat verin və ardınca gözəl ifalar eşidəcək. Salamlarım var idi, səhv eləmirəm. Siz Sərkar, deyəcək sözüm var idi. Varsa buyur, söylə. Buradan yenə bizi izləyən çox dəyərli televizyon tamaşaçılarını salamlayıram. Hər birinə sabahlar xeyir olsun. Xüsusən buradan mənim doğma diyarım Namiq müəllim. Həqiqətən siz də Şəmkir çox sevirlər. Bütün Şəmkirləri salamlayıram. Bizi xaricdən də izləyirlər. Bayaq elə telefonla mesaj göndərirlər. Peterdən izləyirlər. Moskvadan yerlərimi izləyir. Çox təşəkkür edirəm hər birinə. Allah var eləsin. Təşəkkür edirəm. Sərkər, çox sağ olun. Bariz müəllimi salamlayıram. Mənim dayım orada yaşayır.
O da dinləyir, izləyir. Allah var eləsin. Dayın oğlunun toyunda Şəmkirdə olmuşduq. Bəli, biz də salamlayırıq Mübariz müəllim. Əziz tamaşaçılarımız, 4-cü gün efrimizdə kimlər olacaq, nələr olacaq? Deməli, 4-cü gün qadınlarımızın hər zaman hüquqlarını qoruyan bir xanım, gözəl xanım Qəmər xanım Əliyarova bizim qonağımız olacaq. Dəyərli jurnalistimiz, mənim prodüserim olan Alim Nəboğlu dəyərli insan qonağımız olacaq və Qədir Qızılsəs yenidən bu sabahda mənim verilişimdə qonaq olacaq. Əziz tamaşaçılarımız, sizlərin istəyinə və bilirsiniz ki, çox sevirəm. Və mövzumuz nə olacaq? Özəl buraxılışımız da həftəmizin cümə axşamları və cümə günləri özəl olaraq buraxılışlarımızı sizlərə təqdim edirik və mövzumuz nə olacaq? Kəndə gəl, kəndlərimizdən danışacaq. Qayıt kəndə gəl mövzusundan danışacaq. Biraz kəndlərimizə qayıdacaq. Bakımızın bilirsiniz də gözəl kəndləri var axı. O mövzuda, təbii ki, mövzuda danışacaq. Gözəl qonaqlarımız olacaq, maarifləndirici və araşdırmalarla dolu bir veriş bəxş edəcək əziz tamaşaçılarımız sizə. Savalan Mebel evindən danışım. Sumqayıt şəhəri 17-ci mikrorayon Məhəmməd Əsədov küçəsində fəaliyyət göstərən Savalan ailəsinə dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun ki, bax bu gözəl, yumşaq, mətbəx, gənc, uşaq mebellərlə insanlarımızın ürəyini xoş edirsiniz. Çünki gözəl rənglər var, komport var, rahatlıq var sizin məkanda. Həqiqətən də özüm getmişəm, şahid olmuşam və hər həftə də qoymaları, belə deyim də, yumşaq dərslərim artıq bir qədər köhnəsin. Hər həftə artıq yeniləri gəlir, Namiq müəllim. Və gözəl dərslərimizlə tamaşaçılarımızın ürəyini xoş eləyirlər. Hər ayın 25-i məxsusi olaraq Savalan günü elan olunur ki, həmin gündə xüsusi kampaniyalarla siz tamaşaçıların qarşısına gəlirlər və əziz tamaşaçılarımız bir özəlliyi də ondan ibarətdir ki, yalnız və yalnız şəxsiyyət vəsiqəsi ilə, heç bir arayışsız, zamisiz elə yerindəcə sənədləşdirməklə gözəl mebel dərslərini əldə edə bilərsiniz. Kreditli şərtlərlə, amma faizsiz. Təşəkkürlərimi bildirəm bir daha Savalan ailəsinə. Çarxımızı izləyək, ardınca isə davam edək. Əziz tamaşaçılar, mən sizi inandırıram ki, Savalan Mebel evində gördüyüm, bax bu gözəl, yumşaq dərslər heç bir mebel məkanında yoxdur. Bu sadəcə bir reklam deyil, həqiqətdir. Rənglər müxtəlif, gözəl, rahatlıq, genişlik, bütün nə ki gözəlliklər var, Savalan Mebel evində cəmləşir. Baxın, hazırda əyləşdiyim bu yumşaq mebel dəstinin adı Safirdir. Qiyməti isə 2100 manatdır. Əziz tamaşaçılarımız, bax gördüyünüz bu yumşaq mebel dəstinin özəlliyi də var. Özəlliyi ondan ibarətdir ki, alırsınız yumşaq dəst kimi, amma evinizdə qonaq gəldi, dönüb olur yataq dəsti. Bax, mən bunu praktik şəkildə sizə göstərəcəm, amma təbii ki, bu işdə mənə Məhərrəm müəllim yardımcı olacaq. Məhərrəm bəy, zəhmət olmasa, gəlin yanıma. Xahiş edirəm, bir bunu tamaşaçılarımıza göstərək. Çox asanlıqla açılır. Məhərrəm bəy, bax bu gözəl dəsti 2100 manatlı qiyməti. Peki tamaşaçılarımıza indirim eləyək. Eləyək. Bu ayın sonuna qədər biz Savalan olaraq bu mebel dəstinin qiymətini eləyirik 1700 manat. Vəssalam, bundan artıq nə istəyirsiniz? Elə görər, görməz dərhal gəlirsiniz Savalan Mebel evinə, bax bu gözəl dəsti 1700 manata əldə edirsiniz. Harada var? Həm yumşaq mebel dəsti, həm yataq dəsti, ikisi bir arada 1700 manata. Sevgisiz puç imiş her şey dünyada. Sevgisiz puç imiş her şey dünyada. Dön geri bu eşki vermeden bada. Senli günlerimi saldır can yada. Sensizlik odunda pişirəm sənin. Görəsən yadına düşürəm səni. Nələr eləməzdim, nələr bircə sözünlə sənin. Beləmi düşmüşəm gözündən sənin. Deyirdin ölüm də ayırmaz məni. Güldürmə bu eşqə dostu, düşməni. Mən ki gecə gündüz qorudum səni. Getdim hara getdin izinlə sənin. Beləmi düşmüşəm gözündən sənin. Boğulur vücudum gözüm yaşından.
Ayrılmaq fikrini çıxart başından, sanardım öpürəm Kəbə daşından. Hər dəfə öpəndə üzündən sənin, beləmi düşmüşəm gözündən sənin. Gecələr ulduzlar yandı ahımdan, tək səni dilədim, tək Allahımdan. Nə olar rəhm eylə, keç günahımdan. Düşüm yalvarım dizindən sənin, beləmi düşmüşəm gözündən sənin. Sənsizlik ruhumu canımdan aldı, Məcnun libasında çöllərə saldı. Sən getdin, əbədi mənimlə qaldı, Dərdin vəfalıymış özündən sənin, beləmi düşmüşəm gözündən sənin. Dözə bilməz ürəyim, sevgili yarım sənsiz. Dözə bilməz ürəyim, sevgili yarım sənsiz. Üzümə gülməsə yat, nazlı nigarım sənsiz. Sən olmasan həyatda, mən də olmaram, onu bil. Sevgilim, dünyada gülməz üzarım sənsiz. Dözə bilməz ürəyim, sevgili yarım sənsiz. Üzümə gülməz həyat, nazlı nigarım sənsiz. Ölsəm də qəbirdə rahat yata bilməzdim gülüm. Alışıb ot tutub yanardı məzarım sənsiz. Dözə bilməz ürəyim, sevgili yarım sənsiz. Üzümə gülməsə yat, nazlı nigarım sənsiz. Sən mənim sinəmdə döyüb çırpınan ürəyimsən. Dilbərim, rəva deyil, devlət varım sənsiz. Dözə bilməz ürəyim, sevgili yarım sənsiz. Üzümə gülməsə yat, nazlı nigarım sənsiz. Razim o qarə gözlərə vurulub, aşiq olub. Özümü məhv edərəm, cazibədarım sənsiz. Eşq olsun Razim.
Təşəkkür edirəm. Təşəkkür edirəm, eşq olsun. Çox sağ ol, Sərkər, minnətdaram. Əziz tamaşaçılarımız, Belinay Estetik Mərkəzdən sizlər üçün danışmaq istəyirəm. Bakı şəhərində yerləşən Belinay Estetik Mərkəz. Həkim kosmetolog Səadət xanım Həsənovaya dərin təşəkkürlərimizi bildiririk. Xanımlarımızı hər zaman peşəkarlıqla xidmət göstərirlər. Çox gözəl bir məkandır, çox gözəl bir ünvandır ki, gedəcəksiniz sevə-sevə və orada gözəl xanımlarımız fəaliyyət göstərirlər. Öz işinin mütəxəssisi olan xanımlarımız həqiqətən də müxtəlif kosmetoloji prosedurlar həyata keçirilir. Orada dolğular, qırışlar, botokslar və hər şey gözəl şəkildə təbii yolu həyata keçirilir. Əziz tamaşaçılarımız, əziz xanımlarımız odur ki, hər zaman gözəl görünmək istəyən, gözəlliyin arzusunda olan xanımlarımız Belinay Estetik Mərkəzə üz tutun. Bir daha bütün kollektivə dərin təşəkkürlərimi bildirəm, salamlarımı göndərim və elə hal-hazırda da Səadət xanımı görürsünüz. Həkim kosmetolog Səadət xanım Həsənovaya müraciət eləyə bilərsiniz. Ünvanları da ekranlarda görürsünüz. Bakı şəhərində yerləşir əziz tamaşaçılarımız. Çarxımızı izləyək, ardınca isə davam edək. Əgər gözəlləşmək istəyirsinizsə, Belinay Estetik Mərkəzinə Səadət Həsənovaya müraciət edin. İndi də gəlmişəm botoksa. Cavanlaşmanı saxlamaq üçün Belinay Estetik Mərkəzinə müraciət etsinlər. Bugün Sevdə xanımla cavanlaşma prosedurlarından biri olan Business Lady və yaxud da smooth cavanlaşma proseduruna etdik. Əməliyyatsız, kəsiksiz, qansız, anesteziyasız üz dartma effektini almaq olur. Verilişimiz davam eləyir. Bu sabaha baxırsınız, hörmətli tamaşaçılarımız. Hal-hazırda bizi bütün bölgələrimizdən izləyirlər. Bütün Namiq müəllimə də imkan vermirlər ki, verilişdə otursun. Kimlər zəng vurub, nə söylürlər? Şamaxının Quşçu kəndindən İlqar zəng edib ki, oğlum İlkinin deyir, doğum günüdür, onu təbrik edin. Təbrik edirik İlkinin doğum günü münasibəti ilə biz də. Maşallah Dünya Televiziyası, yəni hamı oturur, baxır, yəni izləyir, seyr edir. İnandırım sizə ki, mən telefonumu arada baxıram, telefonum dayanmır. Yəni zənglərdən, gələn mesajlardan. Verilişdə hörmətli tamaşaçılarımız 11-dən sonra zənglərinizi vurarsınız. Hətta sənin də telefonun dayanmır, bayaqdan baxıram. Siz də baxırsınız, maşallah. Görürəm, bizi hal-hazırda çox yerlərdən izləyirlər. Elə paytaxtımızdan bizi Ərif bəy də izləyir. Qaqaş, öpürəm sənin çoxlu-çoxlu. Bilirsən də, gözəl bizim qarmon ifaçımız Müşfiqə xanımın qardaşının oğludur. Ərifi salamlayırıq, öpürük buradan Qaqaş səni. İnşallah ki, hazırlaşırıq gözəl şəkildə sənin toyuva. Bilirəm ki, baxırsan, səhər-səhər yuxudan durmaq çox çətindir, bilirəm, amma bu sabaha görə nə qədər insanlar səhər-səhər yuxudan oyanırlar. Sərkarın ifasına qulaq alsan istər-istəməz ekran başında sakit otura bilməz, mütləq rəqs eləməlidir. Çünki belə gözəl ansambl ilə, belə gözəl ifa ilə, o dabulla maşallah, dabulla Ağaradan da çox gözəl ifa elədi, çox gözəl. Yəni, hərəsinin öz yeri çox gözəl, çox xoşum gəlir. Çox udursan, bax, sözünü qüvvət eləmək istəyirəm ki, bu bizim gənclər bildiyimiz kimi bizim gələcəyimiz, yəni bir gənc olaraq mən özümü bir kənara qoyuram hələ ki. Yəni, televiziya proqramlarında eyni müğənniləri nə qədər görmək olar? Valla, hərdən, məsələn, xaricdə necədir belə, hər bir verilişdə, istər, mən Türkiyədə proqramların ikisində oldum və orada nəyin şahid oldum. Əgər bir məşhur varsa da bir dənə gənc orada olmalıdır. Bu məşhur, artıq sən oradan reyting almaq istəyirsənsə, sən bu gəncdən ala bilərsən. O müğənni sən eyni kanalda görürsən, başqa bir televiziya kanalda yenə görürsən və eyni bir mahnıları fonoqram oxuyarkən oradan heç bir reyting əldə edə bilməzsən. Razısan da sən də, buradan da. Çox yüksək səviyyədə. Əsas yəni, buradan razısın. Yəni, bilirsən, yenə deyirəm ki, o televiziyalar sağ olsun, çox böyük şərait yaradırlar. Yəni, yenə deyirəm ki, Sərkər, bilirsən necədir? O, yaradılan hər bir şansdan çalışmaq lazımdır, düzgün yararlanmaq. Bəli, o 5-10 dəqiqə ki, sənin üçün şərait yaradılır, məsələn. Görsən, milyonlarla insanlar izləyir. Yəni, bu, Dünya Televiziyasının siz gənclərə göstərdiyi çox böyük ehtimaddır. Və gəlir hər dəfə də canlı ifalarla, hər dəfə müxtəlif, fərqli ifalar göstərir. Ümumiyyətlə, mən tərəfindəyəm ki, Əminə xanım, siz özünüz, yenə deyirəm, incəsənət adamısınız. Bəzən görürsən ki, efir məkanlarında aparıcıdır, digər sahəni bitirib. İncəsənət heç belə bir aidiyyəti yoxdur, amma aparıcılıdır. Amma siz, belə hallar da var. Amma siz incəsənət sahəsində çalışırsınız. İncəsənət Universitetinin bu gün sonra məzunu olacaqsınız, inşallah, Allah qoysa. Yəni, mən tərəfindəyəm ki, o belə beləsinə həmişə canlı ifalar olsun. Düz deyil, müəyyən hallar istisna olmaqla
görsən elə hallar olur ki, səsin yerində olmur və yaxud da o ovqatda olmursan, fonoqramla istifadə edirsən. Səsi olan üçün səs həmişə yerindədir, amma da bir bəhanədir. Yox, xəstəlik deyirəm, istisnal kimi, yəni ki, məsələn. İnandırırsın ki, mənim sadəcə səsim o bir o qədər yerində deyir, amma oxşamır. Amma oxşamır. Görürsə, o təcrübədən irəli gəlir ki, yəni təcrübəmlə mən çalışıram ki, elə edim ki, bilinməsin. Amma yenə deyirəm ki, bu müsbət aura, müsbət ab-hava dünya televiziyasında peşəkar kollektivin güləri siması istər-istəməz adamın ovqatını daha da gözəlləşdirir. Ona görə İstər-istəməz çalışırsan canlı ifalara yol verəsən. Təşəkkür edirəm, çox sağ olun. Tamaşaçılarımız SMS yazır, Elçin yazır. Salam Əminə xanım, qonaqlarınızı salamlayıram, mövzunuz çox gözəldir. Vətən borcunu hər kəs verməlidir. Mən bütün əskərlərimizə can sağlıq arzu edirəm. Allah işlərini avand eləsin. Mən də sabah gedirəm hərbi xidmətə. Allah sizin də yolunuzu açıq eləsin. Bütün hərbi xidmətdə olan əskər qardaşlarımıza salamlarımızı göndəririk. Sağ-salamat gələsiniz evinizə, ailənizi, sevdiklərinizin yanına. Allah sizləri qorusun. Valla fəxr eləyirik sizlərlə. Əminə xanım, dünən mən deyirəm, axı, Natiq Dağlaroğlu'nun verilişinə baxırdım. Mən dünən bildim oradan efir məkanından ki, onun övladı Məhəmməd də hərbi xidmətə gedir. Bugün ad gündədir. Həm də bugün ad gündədir. Onu da salamlayırəm. Bilmirəm, Natiq baxır, baxmır. Baxır, verilişmə baxır, izləyir. Salam göndərir Natiqə və oğluna can sağlığı arzulayırıq. Bugün doğum günü. Görün, nə gözəl günə təsadüf edir. Doğum günü ilə hərbi xidmət çağırışı, hərbi xidmətə getməyi. Yəni, uğurlar arzulayıram. İnşallah və qeyd elədiyimiz kimi arzulara qoşuluram ki, Allahın köməkliyi ilə inşallah biz buna əminik ki, tezliklə qələbəni Qarabağda, Zəngəzurda, Göyçədə, Vedidə qeyd edək qələbəni. Çünki bu aprel döyüşləri bir daha sübut oldu ki, biz qələbəyə yaxınıq inşallah. Bəli, həqiqətən elədir. Əziz tamaşaçılarımız, istəyirəm sizə Mirvari City'dən danışım və daha sonra isə çarxımızı izləyəcəyik, sujetimiz var, sujetimizi bir daha izləyəcəyik, izləyə bilməyən tamaşaçılarımız üçün. Sumqayıt şəhəri dənizkənarı bulvarda yerləşən Mirvari City yaşayış kompleksindən danışacağım sizlərə. Hər kəsin xəyal eləyə biləcəyi möhtəşəm bir məkandır və dəniz mənzərəli mənzillər sizin həyatınızda çox dəyişəcək, mən söyləyərdim. Çünki artıq digər bir istirahət məkanlarına, sanatoriyalara, tətil məkanlarına, istirahət mərkəzlərinə getməyə ehtiyac duymayacaqsınız. Bu gözəl anları ilə hər gün öz evinizdə yaşayacaqsınız. İşıqlı və geniş mənzillər, mərkəzləşdirilmiş 24 saat güvənlik sistem. Bu mütləqdir ki, hər evdə olsun, hər ailədə olsun. Bu da sizin üçün Mirvari City tərəfindən təşkil olunur. Yeraltı avtodayanacaq var, açıq havada, uşaq, idman, əyləncə parkı var. Yaşa obyektləri və 5 ulduzlu həyat yaşamaq sizlərin yolunu gözləməməzlərim. Bax, hal-hazırda da ekranlarda görürsünüz. Həqiqətən də tam rahatlığı ilə artıq heç bir belə deyim də sıxıntı olmadan hər birinizin, hər bir ailənin yer var ki, gözəl şəkildə avtomobillərinizi yerləşdirəsiniz, geniş istirahət məkanlar var, övladlarınızın dincələ biləcəyi bir yerdə artıq digər bir məkanlara üst tutmaya ehtiyac qalmayacaq. Mirvari City'yə dərin təşəkkürlərimi bildirirəm. Ünvan Sumqayıt Dənizkənarı Bulvar və mobil telefonlar 050 999 0409, 055 və 070 mobil operatorlarından 999 0409 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Çarxı izləyək, elə ardınca sujetimiz gəlsin və daha sonra davam edək. Sumqayıt şəhəri dənizkənarı bulvarda yerləşən Mirvari City yaşayış kompleksində hər kəsin xəyal edə biləcəyi möhtəşəm dəniz mənzərəli mənzillər sizin həyatınıza rəng qatacaq. Artıq sanatoriya, tətil və istirahət mərkəzlərinə getməyə ehtiyac yoxdur. Siz bu gözəl anları hər gün evinizdə yaşayacaqsınız. İşıqlı və geniş mənzillər, mərkəzləşdirilmiş 24 saat güvənlik sistemi, yeraltı avtodayanacaq, açıq havada uşaq, idman və əyləncə parkı, yaşa obyektləri. Bir sözlə, 5 ulduzlu həyat yaşamaq sizi gözləyir. Mirvari City, xəyallarınızdakı yaşayış kompleksi. Vətənimizə bağlıyıq. Onun şöhrətini öz şöhrətimiz sanırıq. Vətən varsa, biz də varıq. İndi isə gəlin sakinlərimizlə sorğu keçirək və görək ki, vətənimizə nə dərəcədə bağlıyıq. Bir valideyn kimi övladınızı vətənpərvər yetişdirirsinizmi və bunun üçün nə edirsiniz? Təbii ki, öz vətənpərvər yetişdiririk. Bunları məktəblərdə də aşılanır, evdə də. Mənim oğlum elə hərbiçi olmaq istəyir uşaqlıqdan. Naxçıvanski oraya daxil olmaq istəyir. Hazırlıqlara gedir, çalışır.
həmişə də deyir ki, mən istəyirəm şəhid olum. Deyirəm, oğlum, elə demə, heç müharibə olmasın, amma şəhidlərimiz də olmasın. Ancaq vətən sevir də, deyir ki, istəyirəm, həmişə baxanda televiziyaya, deyir, mən şəhid olmaq istəyirəm. Deyirəm, əstəğfurullah, o böyük zirvədir. Amma Allah heç bir balanı cavan vaxtı şəhid eləməsə, amma şəhid də verməsək, vətənimizi qoruya bilmərik. Hamımız yeri gəlsə biz də gedərik. Canbaşla əli silah tutan hamı vətəni qorumalıdır. Nəinki oğlumuz, elə analar da, bacılar da hamısı. Bütün valideynlərin borcudur, o cümlədən də mənim də borcumdur ki, övladlarımızı qız istəyir qız olsun, istəyir oğlan olsun, vətənpərvər ruhda tərbiyə eləyək. Bunun üçün də biz elə orta məktəbdən tutmuş, nəinki orta məktəbdə, uşaq bağçasından tutmuş orta məktəbdə, sonra da hərbi xidmətə göndərib. Azərbaycan, sənsən mənim ülviyyətim, şan şöhrətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Sevin vətənimizi, sevin gülü çiçəkli Azərbaycanımızı. Beləliklə sizlə sağollaşırıq Allah amanında. Könül Faiq qızı Firuz adı Gözəlov, Dünya TV. Bəli, əziz tamaşaçılarımız, davam edirik, sujetimizi izlədiniz və təbii ki, Mirvaris hiti haqqında olan çarxımızda izlədiniz, davam edirik. Razinin sözü vardı, səhv eləmirəmsə söyləsin və daha sonra telefon xəttinə tamaşaçımız olacaq. Mən Elşan dostuma, Elşan Seyidova salamlarımı çatdırıram və qardaşı Qalibə, Akifə salamlar çatdırıram. Muskalinin direktoru İlham Zeynalova, qarmın ifaçısı salamını çatdırıram. Pənah Zeynalova salamlarımı çatdırıram, Allah var eləsin hamısını. Siz də sağ olun ki, məni Dünya TV-yə dəvət elədiyinizə görə var olsun bu Dünya TV kanalı, Allah var eləsin. Sağ ol, razı. Təşəkkür edirəm, çox sağ olun. Telefon xəttində, bax gördünüz, baxdan söyləyirdiniz ki, baxır görəsən, dedim axı izləyir. Bu qız bir sözü bilməsə söyləməz. Natiq Dağlaroğlu telefon xəttindədir. Alo. Alo. Bəli, sabahınız xeyir olsun, Natiq mənim. Sabahınız xeyir, gözəl xanım, gözəl bala, Əminə xanım. Sizə ürəkdən salamlayıram sizə. Sabahınızlar xeyirli olsun. Gününüz həmişə xeyir açılsın. Amin. Ola bilər ki, belə bir gözəl verilişə bu sabahı baxmayasın. Əminə xatun orada ola. Mən sizin qonaqların hər birini salamlayıram. Hər birinə sabahları xeyirli olsun deyirəm. Çox üzr istəyirəm, bizi çoxlu izləyən insanlar var. Belə saxtalıq həyatda heç kimə uğur gətirməz, mən saxtalıq xoşlamıram. Mən bu verilişə çox böyrəklə izləyirəm. Namiq qardaşımın bəyətən sizin gəncliyinizdən, təhsil altından danışdı. Və Namiq müəllimə mən çox təşəkkür edirəm. Namiq ona layiq oğlan. Tərifləmək üçün mənim xoşum gəlmir. Namiq, mən sənə, Namiq müəllim, çox təşəkkür edirəm. Sən mənim övladım üçün o qədər diqqətli olduğun üçün, izlədiyin üçün mən sənə təşəkkür edirəm. Və bütün hərbiyə yola düşən balalarımıza uğur diləyirəm. Və bizim gözəl balamız Sərkər, sənə çox sağ ol deyirəm. Sən bir gün bundan öncə bizim gecənin səsinin qonağı oldun. Mən həqiqətən zövq aldım. Heç kim gərək yaxşını deyəsən, yaxşını deməyən, ola bilər ilk görüşdən Sərkərə yaxşı təsərrüf bağışlamadım, amma bilsin ki, heç kim öz övladına pis yol göstərməz. Mən sizə uğurlar arzu edirəm. Namiq müəllim, Allahdan bir arzum var. Siz Məhəmmədin bütün bacılarının da işində böyrəklə iştirak eləmişsiniz. Və mənə də bir ata kimi şərəfdir ki, mənim övladım hərbi xidmətə yola düşür və Azərbaycanımızın keşiyində Müdafiə Nazirinin en hərbi hissələrinin arasına gedirsə, bu Allahın nəzəri bütün balaların üstündə olsun. Dövlətimiz var olsun, bu torpaq bizimdir, bu torpağın uğrunda ölmək şərəfdir. Deyirəm, hər qarışı müqəddəsdir, əzizdir, o həm quru, həm torpaqdır, dənizdir. Möcüzədir yaradılan hər anı, gəlin dostlar, sevək Azərbaycanı. Koroğludan, Xətaydan qalıb o çoxlu zəfər nəğməsini çalıb o. Oğul olan unudanmaz hər anı. Sevək gəlin dostlar Azərbaycanı. Eşq olsun bir üzü bir sifəti olan Dünya kanalına. Dünya TV'nin bütün kollektivinin mən sabah xeyirli olsun. Qoy bütün gənclərimizə bu cür şərait yaratsınlar. Bütün gənclərimiz öz ürək sözlərini, sevdiklərini,
bacardıqlarını xalqımıza çatdırsınlar. Sabahınız daim xeyirli olsun. Namik müəllim, çox təşəkkür edirəm diqqət üçün. Bəlkə də baxanlar elə bilər ki, mən sizə zəng açmışam. Yo. Sağlama basıram, Əminə Xatuna da arz edirəm ki, İmkan verdi o da tərmədi. Yazın gəlişi, ona da həyatda bir xoş gün qismət olsun. Amin. Gəlinin ilbasından Dünya TV-dən yola salaq geçsin. İnşallah. Mən Natiq qardaşım, bayaq qeyd elədim ki, dünən sənin verilişinə baxırdım, izləyirdim və Sərkərə bayaq dedim ki, dünən mən Natiq Dağlaroğlu'nun verilişində səni gördüm. Çox böyük zövq aldıq. Səni biz də öpürük, bağrımıza basırıq. Təşəkkür edirəm, minnətdaram, var olasınız. Əziz tamaşaçılarımız, bu günləri bizə doğma olan bir anamızın da doğum günüdür. Operatorumuz Mahirin anasının doğum günüdür. Təbrik edirik, biz Sara xanım öpürük sizi, bağrımıza basırıq və yoldaşı Əbuzər, oğlanları, qızı Məlikə və nəvələri Mədinə, Zəhra, Zeynab təbrik edir. Təbii ki, başda Mahir olmaqla biz də sizi təbrik edirik. Allah can sağlığı versin söylüyoruz. Əllərinizdən öpürük. Sağ olun, var olun ki, bax belə gözəl övladlar dünyaya gətirmiş. Həqiqətən də bizim ailəmizin, Dünya TV ailəsinin doğrudan da çox doğma, əziz olan bir üzvüdür. Bir daha öpürəm, sizə Allah can sağlığı versin söyləyirəm. Və valideynlərdir ki, belə əxlaqlı bir övlad. Həqiqətən, doğrudan da öpürəm. Buyur Sərkən. Təşəkkür edirəm bu gözəl diqqət üçün. Bizim valideynlərimizin sözü mənim üçün qanundur. Mən atama dedim, atam, məndən bir övlad kimi xahiş edirəm, amma bir dənə bu üzümə dəymir. Çünki bu mənim üzümdür. Natiq mənimlə veşərin deyir ki, valla bax, sən sənət insansan. İndi bu gənclikdə, bu son bir 2-3 ildə bu və stil halını alıb, yəni bunu bir hörmətsiz kimi yox, sadəcə bir image kimi xahiş edirəm, qəbul edəsinlər. Təşəkkür edirəm. Əziz tamaşaçılarımız, bir daha əlaqə telefonlarını xatırladım. Sərkərin əlaqə telefonu 051 736 57 57, Razim qardaşımızın 050 678 03 90, Pərvizin 050 497 59 82, Asif 051 882 75 75 və Səyyaf müəllimin telefon nömrəsi 055 741 75 11. Əziz tamaşaçılarımız, çox sağ olun, minnətdaram ki, bu günləri bizə baxdınız, 2 saatınızı izlədiniz və həqiqətən də vətən bizim üçün anadır, doğmadır. Hər birimiz vətənimizi qorumalıyıq, göz bəbəyi kimi. Hər kəsə dərin təşəkkürlərimi bildirəm, bizə baxdığı üçün, izlədiyi üçün. Bizim Mebil şəhərinə dərin təşəkkürlərimi bildirəm. Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən çox gözəl bir məkandır. Geniş avtodayanacaq sahəsinə malikdir. Fərqli qiymət strategiyasına görə bənzərsiz bir ticarət məkanıdır və 70-dən çox brend mağazanda özündə birləşdirir. Xanımlarımız və bəylərimiz üst tuta bilərsiniz. Çarxı izləyək, ardınca isə gözəl ifalarla sağollaşırıq sizlərlə. Sabaha qədər görüşmək ümidi ilə Allah amanında. Lap bezdirdiniz məni. Sənədən bu boyda şəhəri gəzmişik. Heç nə bəyənmədiniz. Gəlin çıxaq gedək evə. Evə niyə akşi? Bəsərə. Bəs qızın cehizi? Əsəbləşməyə ehtiyac yoxdur. İndi mebel almağın çox asan yolu var. Qafqazda yeganə mebel şəhəri. 70-dən çox brend. İl boyu kampanyalar, yerində kredit və hədiyyələr. Bizim ev mebel şəhəri. Dünya mebeli bir ünvanda, bir məkanda, Xırdalanda. Bizim evdə, Riyadda. Meydanda vardır cəsarətim mənim, yaxşı söz deməkdir adətim mənim. Meydanda vardır cəsarətim mənim, yaxşı söz deməkdir adətim mənim. Yaxşı söz deməkdir adətim mənim. Arifə bəs edər bir dənə işarə, bu sənəti biz eləyirik idarə. Bədiyədir, həm də nağarə, həm də udar nitdi sənətim mənim, həm də udar nitdi sənətim mənim. Yaxşı söz deməkdir adətim mənim, meydanda vardır cəsarətim mənim. Yaxşı söz deməkdir adətim mənim, meydanda vardır cəsarətim mənim. Sizdən incisin, şair sözünü bədahətən söyləsin. İxtiyarı var Əminə xanım desin, bugün gözəl idi heyyətim mənim. Bugün gözəl idi heyyətim mənim. Meydanda söz demək adətim mənim. Yaxşı söz deməkdir adətim